dövrdür ki, heç kəsə demək olmaz ki, oxuma. Yəni ki, olmaz falan, yəni belə şeylər yoxdur. Və onu deyim ki, yəni sosial şəbəkələrdə özünüz görürsünüz də, hər gün müğənnilər, o qədər bu dəqiqə müğənni var ki, vallahi hər ailənin demək olar ki, bir də oxuyanı var. Hər boşanan Bəlkə də gəlir iki də. müğənni olur. Ərindən boşanan kim varsa gəlir müğənni olur. Elə bu buranı tapırlar. Ona görə yəni o əsl sənətdən necə danışasan? Çünki mən sizə deyim ki, bu dəqiqə əsl sənət də çox da qəbul olunmur, mən sizə deyim. Qəbul olunmur. Tamaşaçılar onu istəmir. Yəni insanlar istəyir ki, ancaq şənlənsin, ancaq oynasın, ortalıqdan çıxmasın. Yəni o dərəcədə. Yəni bir də məsələn düşündürücü bir musiqiyə qulaq asım. Orada deyilən məsələn mahnının içərisində olan bir fikir mənə aparsın, bir duyğulanım, bir qəlbim sızlasın, məsələn bir kövrəlim, durulum. İnsan bəyəm hər ağlayan acı göz yaşlar deyil ki, və bəzən sən ağlayanda sən ruhun dincəlir. Sən biraz da saflaşırsan, insanı istərsən də artır. Yəni bunlar var. Əfsuslar olsun ki, indi biraz çox çətindir. Ona görə də xalq da seçim qarşısında qalıb, bilmir ki, kim yaxşı oxuya bilir, kim yaxşı oxuya bilmir. Belə şeylər çoxdur.